Salam əziz abituriyentlər, bu videoda tərcümə ingilis dili ixtisası haqqında məlumat veririk. Tərcümə bir mətnin bir dildən digər dilə çevrilməsi deyil, həm də bir mədəniyyətin, təfəkkürün, düşüncə tərzinin bir dildən digər dilə çevrilməsidir ki, bunu da mükəmməl şəkildə edə bilmək üçün bu ixtisasa yiyələnilən şəxslər həm dilləri mükəmməl bilməli, həm də həmin dillərin mədəniyyətini, tarixini mükəmməl şəkildə yiyələnməlidirlər. Tərcümə ingilis dili ixtisasının tədrisində Azərbaycan dilindən ingilis dilinə və əksinə tərcümə vərdişlərinin formalaşdırılması, dillərin öyrənilməsi zamanı lazım olan bacarıqların dinləmə, anlama, danışma, oxuma bacarıqlarının öyrədilməsi, müxtəlif kontekstdə mətnlərin, elmi, bədii, publisistik mətnlərin oxuyub anlaşılması və onların tərcümə vərdişlərinin formalaşması məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə peşəkar kadrların hazırlanması, sahədə olan bayağı tərcümələrin də dilimizdən, həm də mədəniyyətimizdən uzaqlaşması deməkdir. İxtisasın perspektivliyi baxımından onu deyə bilərik ki, qloballaşan dünyada dövlətlər, xalqlar arası mədəni, sosial əlaqələr genişlənməkdədir və bu özlüyündə tərcümə ixtisasına olan tələbatı günü-gündən artırmaqdadır. Bu ixtisasdan məzun olan tələbələr demək olar ki, vakansiya problemi ilə üzləşmirlər. Onlar müxtəlif beynəlxalq təşkilatlarda, turizm agentliklərində, dövlət və özəl müəssisələrin tərcümə mərkəzlərində iş imkanları əldə edə bilərlər. Biz bu videoda tərcümə ingilis dili ixtisası haqqında məlumat verdik. Bizi izlədiyiniz üçün təşəkkürlər. Gələcəkdə imtahan verəcək bütün abituriyentlərə uğurlar arzu edirik.